Abone olan videolarımı izleyen herkese bu videomun mövzusu Riyaziyyat Namazov 5-ci sinif çalışmalar kitabından ümumiləşdirici tapşırıqlar səhifə 61-dəki tapşırıqların həlləridir. Kimdə kitab yoxdursa ekranı saxlayaraq burada tapşırıqları yazmağa çalışsın. Bir neçə saniyə sonra sizə həlləri təqdim edəcəyəm. İndi isə keçək həllərə. Deməli, birincidə belə bir ifadə verilib. Burada deməli, necə deyil? Bərabər, fiqurların yerinə deyil ədədlər yazın ki, bərabərlik doğru olsun. Onda biz elə bir ədədlər fikirləşməliyik ki, burada bərabərlik doğru alınsın. Mən belə deyək də 1252-dən ən birinci 628-i çıxdım və bildim ki, dördbucaqlı ilə dairənin hasili 624 eləməlidir. İndi fikirləşək, 624 hansı ədədlər bölünür? Məsəl üçün biri 4-ə bölünür. Yəni dairənin yerinə 4 qoya bilərik. Onda dördbucaqlının cavabı nə olacaq? 624-ü 4-ə böləndə dördbucaqlı olacaq 156. İndi burada. İkincidə də belə deyək, təxmini ədədlər qoymuşam yerinə. Məsələn, dördbucaqlının yerinə 20 qoymuşam. Yəni 4800-dür 20-yə bölmək olur ona görə. Burada belə deyək, aydımı, işarə aya oxşuyur biraz. Onun da cavabın 240-dan da 145 çıxanda cavabın 95 alırıq. 3-4 də o qayda ilandır. Yerinə istədiyiniz ədədləri qoya bilərsiniz. Cavabı 200 alasınız. 4-cü də o qayda ilə. Mən unutmuşam burada həll etməyi. Amma məsəl üçün 250-yə bölünür. Dördbucaqlının yerinə burada 10 qoya bilərsiniz. 50-yə bölünəndə 200 neçə eləyir? 50-yə bölünəndə 4 eləyir. Deməli 75-dən 71 çıxsaz, yəni dairə onda 71 olar. Cavab 4 olacaq. İkinci tərəfi də elə yazırsınız, amma sadələşdirmişəm misalı, 1000-i 5-ə bölmüşəm 200. Deməli 200, məsələn, dairənin yerinə qoya bilərsiniz. 200 nəyə bölünür? 20-yə bölünür. 20 qoya bilərsiniz. 20 qoya bilərsiniz. 20 qoyanda cavab nə olur? 10. Deməli dördbucaqlının da yerinə 25 ola bilər. 25-dən 15 çıxında cavab 10 eləyəcək. İkinci tapşırıq. Misalı əlverişli yəqin üsulla həll edin deyir. Qiymətini tapın deyir. İfadənin qiymətini tapın deyir. Burada mən hesablamanı sizə saxlamışam. Sadəcə qruplaşdırma üsulundan istifadə eləmişəm. 4 dənə 415 var. 2-ni də vurmuşam 2 dənə 2304-ə. İkincidə 3 dənə 352 var. 3-ü də vurmuşam 638-ə. 3-ü də vuracaq neçəyə? 352-ni 638-in cəmini, yəni 3-ü vuracaq 990-a. Əgər bu hesablamaları yəqin ki, çətinlik çəkməzsiniz, hesablayıb yazmaq lazımdır sadəcə. Belə də hesablaya bilərik istəsəz sizin üçün. Baxaq. Deməli 4-ü vurmalıyıq 415-ə. 415-i 4-ə vuranda neçə eləyəcək? 5-i 4-ə 2 yadda. Burada da 6, 1660. 2-ni 2304-ə bölsək, bilirik ki 4608 alınacaq. Cavab neçə olmalıdır? 8, 6, 2, 5, 6. Deməli 6268 alınacaq. İkincidə də 3-ü neçəyə vurmalıyıq? 990-a. 990 vurulsun 3. 0 axıra 9-3-ə 7 2 yadda. 9-3-ə 2 yenə 27 2 yadda 29. Burada da alınacaq 2970. Deməli bunun da həllərini bildiniz. Cavabları daha doğrusu. Keçirik 3-cüyə. Deməli x verilib 101. İfadəni həll etməliyik. 5x-dan 7x-i birinci hesablayaraq 12x eləyir. 12x-dan 19 çıxırıq. 12-ni vuracaq 101-ə. Bunların hamısını hesaplamasını saxlamışam. Yəqin ki, hesablayıb özünüz yaza bilərsiniz. 12-ni 104-ə vurmuşuq. Ondan da 19 çıxmışıq. Sonra burada 4 A üstə gəl 29-da 4-ü vurmuşam 205-ə. Üzərinə 29 gəlmişəm. Üçüncüdə 19-u vuracaq. 19A çıxısın 25, yəni 19-u vuracaq 27-yə çıxacaq 25-i. Dördüncüdə belə deyək, 4-cüdə 7 A-nın 12, yox, üzr istəyirəm, 5x-dan 2x-i çıxmışam. 3x eləyib. 28-dən də 3x-i 28-dən də 3x-i toplamışam. Yəni 337-yə vurmalıyam. 337-yə vurmalıyam burada. Deməli, birincidə cavabında
Özünüz əgər hesaplasanız, birincidə cavabı almalıydınız 1193, ikincidə almalıydınız 849, üçüncüdə 488, dördüncüdə də olmalıydı cavabında 139. Hə, 4 nömrəli tənlik. Ən böyük 3 rəqəmli ədəd. İstəsəz sizin üçün yazım yenə də. Bunları mən unutmuşam hesablamağı. Deməli, birincidə cavabımız alınacaqdı 1193. 93. İkincidə bir dəqiqə bunu düz yazım. Səliqəli. 1193. İkincidə alacaqdıq 849. Üçüncüdə alacaqdıq 488. Dördüncüdə alacaqdıq 139. Yəni mən bunları unutmuşdum hesablamağı. Hə, 4-ə baxaq. 4-də tənliyi həll edin deyir və tənliyi həll edin deyəndə bir də şərtə baxaq. Şərtdə deyir ki, ən böyük 3 rəqəmli ədədlə x-in fərqini tapın. Hə. X-i buradan tapsaq 7-ni 25-ə vuracaq 175. Ən böyük 3 rəqəmli ədəd 999-dur. Ondan da 175 çıxacaq. Cavab edəcək 824. Sonra 4-ə baxdıqsa, indi 5-ə baxmalıyıq. Hə, 5-ə baxmalıyıq. 5-də də ifadənin qiymətini deyir hesablayın. Mən burada x-i tapmışam, yerinə qoyub hesaplamışam. Baxa bilərsiniz. 6-ya baxaq. 6-da nə deyir? Hə, 6-da deyir hasilləri səmərəli üsulla. Hansılar 10, 100 min tamamlamaq olur, onları birinci hesaplamışam. Yəni 125-i birinci 8-ə vurmuşam. 37-ni də vuranda 1000-ə eləyir 3700. Eyni qayda ilə ikincidə də 2-ni 500-ə vurmuşam, 1000 eləyib. 11-dən 6-nı cəmi 66, 66-yı 1000-ə vuranda 66.000. Üçüncüdə o qayda ilə seçmişəm, baxa bilərsiniz. 4-də eyni qayda ilə. Nömrə 7-də nə deyir? İfadələrin qiymətini hesablayın. Deməli, ortaq vurğu mötərizə xaricinə çıxararaq hesaplamışam. Baxa bilərsiniz həllərə. 8-də nə deyir? 8-də bölünəni tapın. Hə, 23-ü vurmalıyıq burada 8-ə. Yəni, natamam qisməti bölənə vurub üzərində qalıq gəlməliyik. Bölünəni tapmaq üçün, yəni. Hamısını hesablama qaydasını yazmışam. Baxa bilərsiniz. Yəni, açıq aydın izahlı şəkildə yazmışam. Nömrə 9-da bölünən 395, natamam qismət 23, qalıq 4 olduqda. Böləni tapın. Hə, nə eləmişəm burada? Mən də 395-dən birinci qalığı çıxmışam ki, 23-ə tam bölüm. Cavab 17 alınıb. İkinci də o qayda ilə. 10-cunun da həllin ardıcıl yazmışam, baxa bilərsiniz. Yəni, izahlı şəkildə yazmışam. 11-dən eləmişəm. Ortaq vuruq olanları mötərizə xaricinə çıxarmışam birincidə. Elə hamısında, hansıda ortaq vuruq alınırsa mötərizə xaricinə çıxarıb hesablamamı davam etmişəm. Baxa bilərsiniz, 11-in də həlli izahlıdır. Ardıcıl şəkildə göstərmişəm sizə. Baxıb özünüz yaza bilərsiniz.